Sabahınız xeyir, ondan soruş rubrikamızın dəyərli izləyiciləri. Təsəvvür edin, həyatınız bir filmə çevrilib. Bəs sizcə o filmin adı nə olardı? Komediya, dram, yoxsa romantik? Gəlin şəhərə çıxaq və insanlardan onların həyat filmlərinin adını öyrənək. Həyatımız film olsa, yəni onun konkret bir adı olmazdı. Korifey sənətkarımız Rasim Ocaqovun Özgə ömür filmi. Bez bebek filminə daha çox özümü bənzədirəm. Çox güman ki, hansısa bir İtalyan musiqisi olacaqdı, yəni Cabello, yəni həyat gözəldir. Əslində mənim həyatım heç bir filmə bənzəmir. Həyatınız bir film olsa adının nə olmasını istəyərdiniz? Həyatımız film olsa, yəni onun konkret bir adı olmazdı. Çünki həyatımız mərhələlərdən ibarətdir. Uşaqlıq çağı, yeniyetməlik çağı, gənclik, yaşlılıq, yəni hərəsinin öz həyat yolu var, hərəsinin öz etapları var, mübarizə üsulları var. Konkret bir adı olmazdı. Həyatınız bir film olsaydı adı nə olardı? Şübhəsiz Korifey sənətkarımız Rasim Ocaqovun Özgə ömür filmi. Sizə aydın olsun deyə qeyd edeyim ki, Özgə ömür filmində baş rolun həyatında, şəxsiyyətində ikiləşmə gedir. İkiləşmə faktına rast gəlirik. Həmçinin Fariz Rızayevin, hansı ki Aleksandr Kalyagin canlandırır, həmin filmdə öz qüsurlarını başqalarında axtarıb, başqalarını günahlandırmaqdır. Yəni, atalar demişkən, öz gözündəki tiri görmür, başqasındakı tükü axtarır. Belə baş rol haqqında belə sizə məlumat verə bilərəm. Hər kəs də filmi izləməyə tövsiyə edirəm. Özgə ömür filmini izləyib özünüz üçün nəticə çıxara bilərsiniz. Həyatınız bir film olsaydı adı nə olardı? Əslində mənim həyatım heç bir filmə bənzəmir. Çünki hər bir insan özünün fərqli bir həyatı var. Bez bebek filminə daha çox özümü bənzədirəm. Çünki Bez bebek filmində o qədər belə orada özümü daha çox yaxın hiss edirəm. O filmə baxanda özümü daha sanki o kinonun içərisində də mən də var imiş kimi. Daha hər şey belə özümə çox yaxın hiss edirəm. Məsələn, orada nananı falan çox özümə çox yaxın hiss edirəm. Mən həyatımı bir film kimi belə deyək, təsəvvür eləməmişəm. Ancaq həmişə bununla bağlı düşünəndə dinlədiyim bir musiqi var. Bu musiqini dinləyəndə elə bil ki, bitmə nöqtəsində yenidən başlayırsan mübarizəyə. Mən həmişə öz həyatımı bu filmə yox, bu musiqi parçasına bənzədirəm. Yəni, hansısa ümidlərin bitdiyi bir yerdə mən yenidən özümdə bir enerji toplayaraq, yenidən hansısa bir mübarizəyə başlayıram və mənə gəlir ki, insan həmişə belə olmalıdır. Heç vaxt öz məğlubiyyətinə yenilməməlidir və yenidən mübarizəyə başlayıb daha yaxşı uğurlara imza atmalıdır. Çox güman ki, hansısa bir İtalyan musiqisi olacaqdı, yəni Cabello, yəni həyat gözəldir. 40-dan sonra həyat həqiqətən çox gözəldir. İnan mən. Təşəkkür edirik. Uğurlar sizə. Bəziləri üçün həyat bir dramdır, bəziləri üçün isə tam bir komediyadır. Bəs sizin həyatınız bir film olsa adının nə olmasını istəyərdiniz? Bizimlə paylaşın. Kanala abunə olmağı Videonu bəyənməyi, və fikirlərinizi şərhlərdə bildirməyi unutmayın. sağ olun.